Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının dəstəyi ilə 23-24 sentyabr tarixlərində işğaldan azad olunmuş Ağdərə rayonuna infotur təşkil olunub. Tədbirdə turizm şirkətlərinin nümayəndələri, media mənsubları, influencer və blogerlərdən ibarət 40-dan artıq qonaq iştirak edib. Bugün biz Azərbaycanın dilbər güşəsi olan Qarabağ ərazisində Ağdərə rayonundayıq. Gözəl Vəngli kəndindəyik. Dünən xəyal, bugün gerçək. Və bu günləri çox xoşbəxt Azərbaycan gənciyik, vətəndaşıyıq ki, unudulmaz torpaqlarımızda 30 ildən sonra Azərbaycanın müqəddəs torpaqlarındayıq və Azərbaycanın turistik baxımdan da Qarabağ bölgəsi çox böyük ənənələrə malikdir. Burada nəinki standart turizmdən, agroturizmdən, ekoturizmdən, kənd turizmindən, digər ekstrem turizmdən, sağlamlıq turizmindən və sair turizm növlərindən burada geniş istifadə eləmək, olar yararlanmaq olar gələcək üçün. İnfotur proqramı Riverside Hotelin açılışı münasibətilə həyata keçirilib. Ağdərənin zəngin turizm potensialı tədbir iştirakçılarına təqdim olunub. Xüsusilə Vəngli kəndi bölgənin gələcək turizm mərkəzlərindən biri kimi diqqətə çatdırılıb. İnfoturun əsas məqsədi marşrut üzərində yerləşən mədəni tarixi abidələr, dini abidələr, təbiət abidələri ilə bağlı məlumatlanma və eyni zamanda marşrutların bir daha işlənməsi və turizm agentlikləri şəbəkəsindən çeşidli turizm məhsullarının yaradılaraq müxtəlif formalarda həm bu şəbəkələr vasitəsilə, həm sərgilərdə və digər imkanlardan istifadə edərək bunun təqdimatını həyata keçirməkdir. İstər yerli turistlər üçün, istər xarici turistlər üçün və unikallıq ondan ibarətdir ki, bu günləri Ağdərə rayonuna biz baxdığımızda, yəni əgər nəzərə alsaq ki, 44% meşə örtüyündən ibarətdir. Burada demək olar ki, alternativ turizm növlərinin, bütün növlərinin inkişaf elətdirmək üçün bütün mümkün şərait var. Burada deməli hipoterapiya, klimaterapiya, agroturizm elementləri və digər demək ekoloji turizmin çeşidli formada təqdim etmək olar. İnfotur çərçivəsində keçirilən konfransda rayonun və kəndin turizm imkanlarını əks etdirən tanıtım videoçarx nümayiş olunub. İştirakçılar bölgənin tarixi, mədəniyyəti, təbii gözəllikləri və turizm imkanları barədə ətraflı məlumatlandırılıb. Məqsədimiz Qarabağ yerləşdiyimiz coğrafi mövqedə bir belə işlətmə olaraq gələn qonaqlarımıza yüksək səviyyədə xidmət göstərmək, həmçinin bundan başqa Qarabağın tarixi həqiqətlərini, işğal dövründə olan belə deyim dağıntı və vandalizm məsələlərini işıqlandırmaq, gənc nəsillə olsun, xarici və yaxud da yerli qonaqlar olsun, Qarabağ həqiqətlərini çatdırmaq bir bölgədə fəaliyyət göstərən belə deyim şirkət olaraq bunun üzərində işləyirik. Eyni zamanda gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrin əsas mövzularından biri bölgəyə xas yeni turizm məhsullarının yaradılması, onların beynəlxalq və yerli platformalarda tanıdılması, eləcə də turizm şirkətləri şəbəkəsində satış və realizasiya imkanları olub. Qarabağ bölgəsi olduğu üçün bu məxsusi bir hiss yaşadır adama. Bundan əlavə belə fərqli adamların bir yerə toplanmağı adamda qürur hissi yaradır. Sonda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilir. Qeyd edək ki, bu cür tədbirlər Ağdərənin ölkəmizin turizm xəritəsində layiqli yerini tutmasına mühüm töhfə verəcək. Mətanət Əliyeva, Sahib Səfərov, TV1.